Çoxdandır getmək istədiyimiz Crescent Mall-a axır ki gedə bildik. Deyilənə görə burada qiymətlər od tutub yanır. Açığı digər mollarda görmədiyim fərqli brendlərin mağazalarına rast gəldim. Elə belə bir ikisinə baxım dedim. Məsələn, Calvin Klein'də ortabab bir gödəkçənin qiymətini görüb arxama baxmadan oradan uzaqlaşdım. Hələ ki bu qiymətə kurtka alacaq qədər varlı deyiləm. Massimo Dutti'də isə bu qadın gödəkçəsinin qiymətinə İtaliyanın özündən xeyli bazarlıq etmək olar. Bu arada Zara'ya da baxdım. Yaxşı kurtkalar var. Amma oranı da zarıya tərk eləyib üz tutdum digər mağazalara. Burada Adidas'ın mağazasında Juventus'un və İtaliya millisinin formalarını görüb gözlərimdən ürək çıxdı. Amma qiymətləri görüncə ürəyim yerindən çıxdı. Juventus hələ 279 manatlıq oyun oynamır. Crescent Mall-da bələdçi monitorlar quraşdırılıb. Bir toxunuşla nəyin hansı mərtəbədə yerləşdiyini, ümumiyyətlə molla bağlı bütün informasiyaları almaq mümkündür. Fiziki məhdudiyyətli insanlar və körpə uşaqlı valideynlər üçün burada arabalar yerləşdirilməsi müsbət aldı. Bir də burada Rahat Gurmetin ən böyük filialı var. Əsas özəlliyi isə odur ki, içəridən nə istəsən alıb elə buradaca oturub yeyə bilərsən. Vitrindəki tort və salat çeşidlərinin sayı hesabı yox idi. Allahdan ac deyildik deyə heç nəyin dadına baxmadıq. Bir-iki şey alıb çıxdıq. Çıxanda isə özünə xidmət kassasından istifadə etdik. Bu da bizim üçün maraqlı bir təcrübə oldu. Belə, bu da bizim Crescent Mall gəzintimiz. Maraqlı yerdir. Amma o Rahat Gurmetin yeməklərində gözüm qaldı. Gələn dəfə ac qarnına gedib oradakı salatların dadına mütləq baxacağam.